Demək, xalqın yolunu xalqa pulla satırlar. Nəyə görə bu ölkənin vətəndaşı bu ölkənin yolunda adi bir yoldur da, Allahın bir yoludur. Bu yolda maşınını saxlayanda bir saatına 70 qəpik pul ödəməlidir. Ümumiyyətlə mənə görə ən absurd ödəniş məhz bu cür yolda, adi bir yolda parklanmaya verdiyimiz ödənişdir. Niyə məhz 70 qəpik? Kiçik bir məbləğ deyil. Düşünün ki, bu ərazidə kimsə əgər işləyirsə, maşınını gətirib bu yola park edirsə, orada saxlayırsa, əgər 10 saat işləyirsə, həmin gün 7 manat aynıya, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ödəniş etməlidir. 10 günə 70 manat edir. Yəni kifayət qədər böyük məbləğdir. Bu insanlar nə qədər maaş alırlar ki, maaşının bir hissəsini də bu nəqliyyat agentliyinə ödəniş etsinlər. Baxın, bir dövlət qurumu ödəniş ala bilər. Hansı halda ala bilər? Əgər bir xidməti vətəndaşlara, sürücülərə təklif edirsə. Məsələn, ayna özü avtomobillər üçün xüsusi bir dayanacaq əgər tiksəydi, hazırlasaydı, təklif etsəydi, o zaman vətəndaşlar da ödəniş etməyə məcbur olardı. Yoxsa ki, bu adi bir yoldur. Bu yolda mən gəlib maşınımı saxlayıramsa, aynaya pul ödəməliyim. Ayna hansı xidmətinin qarşılığında saata 70 qəpik alır. Və niyə məhz 70 qəpik? Məsələn, 50 qəpik olsa, 20 qəpik olsa, ayna nə itirir ki? Maşını orada saxlayan vətəndaş o asfaltı yemir, o yolu cibinə qoyub aparmır. Yoldur da. Və o yolu deyək ki, nəqliyyat agentliyi salıb. Hansı pulla salıb? Dövlət büdcəsi ilə salıb da. Yəni, yenə xalqın pulu ilə salıb. Yəni, xalqın pulu ilə salınan yolu bu xalqa bir də pulla satırlar. Bunun ümumiyyətlə bir izahı varmı? Məsələn, mən burada bir məntiq görə bilmirəm. Əgər ayna burada bir məntiq görürsə, bu ödənişin mahiyyətini izah edə bilirlərsə, izah etsinlər. Nəyə görə bu ölkənin vətəndaşı adi bir yolda maşını saxlamaq üçün pul ödəməlidir? Və o 70 qəpiyin qarşılığında vətəndaşlara nə təklif edirsiniz? Hansı xidməti təklif edirsiniz? Nə edirsiniz o sürücü və o maşın üçün? Bəlkə o maşınları günəş şüalarından qorumaq üçün çətirmi gəlib saxlayırsınız? Maşınları orada yuyursuz, təmizləyirsinizmi? Nə edirsiniz də? Yəni, təsəvvür edirsinizmi? Bir qurum heç bir xidmət göstərmir, heç nə etmir, sadəcə orada maşını saxladığın üçün ödəniş etməlisən. Əgər bu ölkə vətəndaşı bu ölkədə bir maşın alıbsa, təbii ki, demək ki, o maşını haradasa saxlamalıdır da. Nəyə görə hər saxlamağına görə pul verməlidir? Burada durursansa pul, orada durursansa pul. Bu nə deməkdir? Cəmaət bu maşına nə etməlidir? Cibinə qoyub gəzdirməlidir.